الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله إن أصدق الحديث كتاب الله وأحسن هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطيع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد Değerli müminler, değerli kardeşler, her birimize Allah Teala'dan iman dolu bir kalp, doğru, dürüst danışan bir dil, bir de nasuh tövbe temenni ederim inşallah. Kelamların en ucası olan Allah Teala'nın kelamıdır ki, bunu da ayet deyilir. Ayetle hutbemizi başlayaq. Allah Teala buyurur ki, kardeşler, estağfirullah, وَلَا تُفْسِدُ فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَتَمْعًا İnne rahmetallahi qaribun minel muhsinin. Yer üzerinde ıslah ettikten sonra fitne fesat törətməyin. Hem Allah'tan korkarak hem de Allah'a ümid ederek Allah'a dua edin. Şüphesiz ki yaxşılıq edenlere Allah'ın merhameti çok yakındır. Kardeşler, Kur'an'ın birçok surelerinde, Maide suresinde, Bekara suresinde ve diğer surede Allah Teala fesat törədenləri, fesat çıxardanları, ümumiyyətlə fesadla məşğul olanları sevmədiklərini bildirir. Məsələn, Vallahu la yuhibbul fasid, Allah fasıqı sevməz. Valla la yuhibbul mufsidin, fasiqlik edənləri sevməz. Yəni, birçok ayələr də var. Hədislərdə də Peyğəmbərimiz nə buyurur, kardeşler? Diqqət yetirəyin. Ələ ədullukum alə afdali min dərəcətin salati və siyami və sədaqə. Sizə deyir, sədaqə, oruc, namaz dərəcəsində olan, onun fəziləti dərəcəsində olan bir şeyi xatırladın mı? Səhabələr buyurur ki, bələ ya Rasulallah. İslahu zəti beynəkum. Bir-birinizin arasında gözəl bir münasibət olun. Bir-birinizin arasını düzəldin. Bir-birinizin arasında münaqişə olmasın, mehribançılıq olsun, qardaşlıq olsun. فَاِنَّ الْفَسَادَ ذَاتِ بَيْنِ هِيَ حَالِقَةٌ. İnsanlar arasında olan o fesad ülgüc kimidir. لَا أَقُولُ اِنَّهَا تَحْلِقُ الشَّعْرِ وَلَكِنْ تَحْلِقُ الدِّينِ. Mən demirəm ki, o ülgüc saçı kəsir, amma o ülgüc dinimizi kəsir. Peyğəmbərimiz buyurur. Yəni, fesad dinimizi də kəsir, qardaşlar. Fesad nədir? Çox mənaları var, amma ümumi olaraq budur ki, hem ferdi hem de içtimai nizamı pozmak. İçtimai nizamı pozmak fesat demektir. Niye göre bunu hatırladım? Niye göre bu, yani biz bu mövzuya qayıtdıq? Ayette de deyir ki, la tufsidu fil ard. Yani yer üzerinde diyerken de alimler, yani yaşadığın bölgede, yaşadığın bir toplumda, yaşadığın bir cemiyette ıslah olunduktan sonra, yani orada bir münaqişələr, nə bilim, çaxnaşmalar qutardıqdan sonra, orada bir ıslah olunduqdan sonra orada bir fesat törətməyin. Biz 30 il bundan qabaq yeni müstəqil olurduq, çaxnaşmalar var idi, nə bilim, yeni ayaqda dayanırdıq, onu o tərəfdən bizi əzmək istəyən dövlətlər var idi, içərimizdə fitnə fesat törədənlər var idi. Bunlar əlhəmdülillah, yəni ıslah olundu, qutardı. Bugün gözəl bir huzur şəraitdə yaşayırıq. Huzurluq var, sakitlik var, əmin-amanlıq var. Yəni, bütün bunlar gedəndən sonra daha fəsad törətməyin. Birimizə qarşı fəsad görün nə dedi, qardaşlar? Peyğəmbərimiz nə dedi? Fəsad bir ülgücdür. Arada olan bağları kəsir, arada olan mehribançılıqları kəsir, arada olan qardaşlığı kəsir.
Bu huzur bazardan alınan bir şey deyil, qardaşlar. Bu huzur kiminsə bir 2-3 dənə məqalə yazmaqdan, xutbə verməkdən də əldə olunan bir şey deyil. Bu huzur hələ oldum internetdə oturum belə nəysə bu danışımı edim, huzur olmalıdır, huzur olmalıdır. Onunla da əldə olunmur. Bu huzur, bunu Allah Teala əta edir. Əta edir, onun da yolları Quran-ı Kərim və sünnədə göstərilibdir. Bu huzur, əminamanlıq, qardaşlıq yalnız yaşamaqla olur. Yalnız yaşamaqla, ünsiyyət qurmaqla, yaşamaqla olur. Bu sözlə deyiləsi bir şey deyil. Və ya da yeb harınsı bir anlası bir şey deyil. Yalnız və yalnız yaşamaqla, tətbiq etməklə mümkündür. Dövlətimizin, yurdumuzun, vətənimizin ətrafında birləşəyin, bir olağın, toplum olağın, fəsadları aradan qaldırağın. Sən bu günlərim sosial şəbəkələr asandır deyib, sənin əlində deyib belə, çıxırsan, danışırsan, onu kimsə təhqir edirsən, kimsə ünvanı o laf atırsan, kimsə bu cümləni deyirsən, alimləri xüsusən də alimləri təhqir edirsən, filankəs filancıdır, feşmankəs feşmankəsçidir, feşmankəs budur belə. Bununla niyə fəsad törədirsən? Axı biz huzur içərisindəyik. Biz 30 il nə əziyyətlər çəkmişik, nələri gördük, parçalamaq, bölmək, müharibə, torpaqlarımız əlimizdə. Yəni, şəhidlərin bizim üzərimizdə haqları var. Onların bizə əmanət buraxdığı bu torpaq var, bu yurt var. Bu yurduva biz bölünərək, parçalanaraq sahib çıxa biləcəkmi? Əsla mümkün deyil. Mən misallar gətirim sizlərə, qardaşlar. Sizlərə bizi səhabələrin dövründə yox idi. Məsələn, Peyğəmbərimiz s.ə.v vəfat etdikdən sonra Həzrəti Ömərdən Həzrəti Osman təməttü həccinə qarşı çıxırdılar. Yəni, hər ikisi Raşidi xəlifəsidir. Deyirdilər ki, bir səfərdə bir dənə ibadət var. Yəni, ömrəyə getmişsinizsə ömrədir, hacca gəlmişsinizsə hacdır. Çünki Rəsulullah bunların ikisini bir də eləməmişdir. Çünki Rəsulullahın dövrünə ən axırıncı gələn hökm də hac hökmü idi. Rəsulullah haccı yerinə yetirdi, ondan sonra vəfat etdi. Həzrət Əli kərrəmallahu vəcəhu buna qarşı çıxdı ki, yəni bir səfərə gələn adam 2 dənə ibadəti yerinə yetirə bilər. Və bugün bütün dünyadan gedən müsəlmanlar təməttü həccini yerinə yetirirlər. Gedirlər, ömrəni yerinə yetirirlər, ondan sonra 2-4 gündən sonra hacca başlayırlar. Amma bir-birlərini təhqir eləmədilər, alçatmadılar, sən üzr istəməlisən, sən filan şey qarşısın, sən bunlar deməlisən. Abdullah ibn Ömər bu ümmətin fəqihlərindəndir. Buna soruşurlar, sual verirlər ki, sən keçən il başqa fətva vermişdin. Deyir, hə, keçən il başqa fətva vermişdim, çünki keçən il zaman da başqa idi, şərait də başqa idi. Bu illərin bu fətvanı vermişəm, bugünkü zamana görə, bugünkü dövrə görə bu fətvanı vermişəm. Yığılışıb bura demədilər ki, yox, geç cəmaatın qabağında çıx üzr istə. Dinən qələt eləmişəm, mən onu vermişəm, mən bunu vermişəm. Səhabələr hörmətlə, ehtiramla yanaşdılar. Ki, fəqih də, alim dedi ki, mən keçəlim bu zaman, bunu bu tarixdə yazılıblara baxa bilərsiniz, qardaşlar. Və yaxud da ki, Həssan bin Sabit adlı bir səhabə var idi, Peyğəmbərimizin yanında, gecə gündüz yanında olan bir səhabə idi. 80 yaşında, Həzrət 80 yaşında Ayşə anamıza atılan iftiraya bulaşdı bu da. Bilirsiniz də ifqi məsələsini. Bu da qoşuldu cəmaatı, ağzına gələnlər, danışanlar haqqında bir dəstəsinə, bu da qoşuldu onlara. Bir dənə böyük bir səhabədir, 80 yaşında belə. Peyğəmbərimizin gecə gündüz yanında olan adam idi belə. Sonra anladı, hə, səhv eləmişəm, xəta eləmişəm. Və ya da ifq məsələsində bölünmüşlər belə. O biri səhabilər bu söz deyənlərə demədilər ki, çıxın burada Məkkədə, çıxın burada üzr istəməlisiniz, qələt eləmişik, səhv eləmişik, bir xətalar eləmişik. Hamısı boyunlarını aldılar. Niyə? Çünki ortada düzən var idi, bir qardaşlıq var idi. Hamıya güzəşdə gedirdi. Səhvsiz, xətasız yoxdur belə, səhabələrin belə olubdur. İmam Əbu Hənifə məsəl üçün Zülyedeyn hədisi var məsəl üçün. O hədis ona çatmayıbdır, qəbul eləməyib. Məsələn, bir imam səhv eləsə, məsələn, 4 rükətini 2 rükətli qılsa belə, məsələn, Əbu Hənifənin isladında ya namaz təzədən qılmalı, ya da namazın içərisində o 4 rükəti əlavə qılmalısan, ondan sonra səhv səcdə eləməlisən, nə eləməlisən belə. Amma Zülyedeyn hədisində Peyğəmbərimizin hədisi var, məsələn, səhv eləm, gəldi 2 rükəti qıldı, tamamladı, ondan sonra səhv səcdə elədi. Məsələn, Əbu Hənifənin istihadında yoxdur bu. İmam Şafinin istihadında bir qabda toxunur, dəstəmazın pozulur. İbn Teymiyyə Həzrət Ömərin talaq məsələsində ictihadına qarşı çıxdı. Məsələn, Həzrət Ömər dövründə Həzrət Ömər
talaqın 3 dənə talaq dedinsə, o boşanmalıdır qətiyyən, qadın kişi başqa yerə getməlidir, kişi başqasına evlənməlidir belə. Məsələn, İbn Teymiyyə buna qarşılıqlı yoxdur. Bu səhabə Peyğəmbərin dövründə yox idi, Ömərin ictihadı idi. Məsələn, bugün onu tətbiq edir. Cəmaatımız və məsələn, istər qardaş türk dövlətləri olsun, digər dövlətlər olsun belə. İbn Teymiyənin ictihadının əsasında boşanma məsələsini bunu tətbiq edirlər. Yəni, deməyim odur ki, bu fəqihlərin arasında da olub, səhabələrin arasında da olub, fikir ayrıqları olubdur. Amma bölünməyiblər, parçalanmayıblar, ayrılmayıblar, bir-birlərini təhqir etməyiblər, bir-birlərinə yuxarıdan aşağı baxmayıblar. Sən təsəvvür elə ki, bu gün yaxşısan, bu YouTube, internet sənin əlindədir. Yəni, çıxmırsan, orada danışırsan. Nə tər sənin vicdanın qəbul edir ki, sən çıxırsan, deyirsən ki, filan kəs matrudiyyədlə, aşəriyyədlə, bunlardan əl çəkmək lazım, filan gedib başı qoyub yatanda fikirləşmirsənmi ki, mən kimisə bir alimi təhqir elədim. Axı, o alimlər müəyyən işlər görüblər. Və yaxud da, yox, bunlar teymiyyətsizlər, filan da feşmin. Bunu necə sən gedib yatırsan? Axı, sən fəsad törədirsən, axı, sən bölürsən, sən parçalayırsan. Hansı imanla gedib yatırsan? Hansı imanla sən düşünmürsən ki, mən bu sözü dedim, axı, bunu bu alimlərə itaət edən, bu alimlərin yolundan gedən qardaşlar var, cəmaatımız var. Axı, bunlar vaxtında bu ümmət üçün müəyyən bir işlər görüblər, sən nə görmüsən? Sən nə eləmişsən? Sən bir dənə institut qutarmaqla, hələ belə bir işləri görməklə, bunlar sənin ağırlıqda kitablar yazıblar. Vaxtilə bu ümməti bəlalardan qutarıblar. Bir gün də asandır deyib sənə, heç kim sənə orada qabağa çıxıb sənə söz deyə bilmir deyib, sən oradan çıxmısan. Nə qədər töhmətlər, nə qədər atmacalar, nə qədər filan şeylər ola bilər, belə qardaşlar. Və bunun hesabatını nə tərbiyə etsən sən? O alim idi, o Peyğəmbərimiz deyir ki, cihad elədi, xəta da eləyibsə belə yenə ona savab yazılır. Sənə nə yazılacaq? Sənə nə yazılacaq? Sən onu fikirləşirsən ki, sən alim statusunda da deyilsən. Olmaya hansısa bir alimə söz atırsan, təhqir edirsən, onun yazdıqlarını heçə sayırsan ki, onu atın zibil qabına, artıq qutardı onların sözləri, hökümləri getdi, gəldi belə. Bu fəsad törətmək deyil, nədir qardaşlar? Dinimiz isə bizə nə deyir qardaşlar? Əxlaqlı davranmaq, gözəl davranmaq. Ayənin əvvəlində bir ayəni xatırlayayım sizə qardaşlar. Fəsad törədən ayəni burada yazmamışım, amma fəsad törədənlər bir ayədə gəlir ki, fəsad törədənləri, yəni deyir ki, Allaha və Peyğəmbərinə zid gedənlər və yer üzərində fəsad törədənlərin cəzası əlləri kəsilsin. Ona kimi gəlir, tətbiq olunur orada cəzalar. Ən sonucudur ki, onların əlləri kəsilsin. Özü çarpaq şəkildə də əlləri kəsilsin. İndi sən fikirləş ki, qardaşım, yenə qaz öncə qeyd etdiyim kimi, çox sıxıntılardan keçdik, çox bəlalardan keçdik. Biz nə qədər şəhidlər verdik, gün o gözyaşlı analar, xəstə olan qazilər, biz bunlarla məşğul olarıq, onlara dayaq olarıq, onlara dəstək olarıq. Onların bizə əmanət buraxdığı bu yurtda islah şəkildə, gözəl şəkildə yaşayaq, bir-birimizə bir qardaşlıq münasibəti bəsləyək, bir-birimizə hörmətlə, ehtiramla, sayğı ilə münasibət yaradaq, buraxaq alimlərin öhdəsinə, elm adamların öhdəsinə, onlar bizə qərar verərlər ki, bu alimlərdə həmməyən nəsə varsa, nəsə yoxsa, onlar tətbiq eləsinlər. Bunun bugünkü gündə bir fəsadını mən sizə deyim, yəni niyə danışdıq belə? 1-2 ay öncə Ramazan ayını yola verdik. Əlhəmdülillah. Allah hamımızın oruclarını qəbul eləsin. Amma Ramazan başlayanda bölündük qardaşlar. O zəngilədi, bu zəngilədi, filan yerdə başlayıb, feşman yerdə başlayıb, feşman. Qardaş, bütün alimlər sizə deyir ki, bizə deyir ki, alimlərimiz bizə deyir ki, harada yaşayırsansa, ora tətbiq ol.
Orada ol. Çünki niyə görə birliyiz, bərabərlik olsun belə. Bunları deyə, bilə-bilə, bu alimlər deyə, niyə Ramazan ayında bölündük? Bir gün sonra başladı, bir gün qabaq başladı. Ramazanın axırına yaxındı. Allah'tan axırına yaxın eyni oldu. Yoxsa olmasaydı bura gəlirlər qardaşlar ki, yoxsa biz bu gündən namaz qılmalıyıq. Nə nəticə olunacaqdı orada? Hacı olan qardaşlar var burada. Bu yaxınlarda indi hac baş, gələn ayda hac başlayır. Allah getməyənlərə nəsib eyləsin. Gedənlərə təkrarla nəsib eyləsin. Mən ad çəkmək istəmirəm, demək istəmirəm. Bir palatkada, bir xeymədə, bir xeymənin içərisində, indi azda olanlar bilir belə. 350 nəfər əhl-i sünnət qardaşlardır, 350 nəfər. Valla, bunları deməkdə məqsəd nəysə açıb ağartmaq deyil, qardaş. Prosta mənim qəlbim ağrıyır, ona görə bunu deyirəm. 350 nəfər 4 yerə bölündülər, 4 yerdə namaz qıldılar, qardaşlar. Biri orada azan verir, Allah Ekber deyib, biri orada rüküyə gedir, biri orada səcdə gedir və çaşıb qalıblar, palatkanı da belə böldülər, o üzrsən, palatka da deyirəm, xeyməni də böldülər, o şeyləri, aralarını kəsdilər. Biri orada səcdədədir, Allah Ekber deyib, bilmir səcdədən qalsın, biri bu tərəfdədir belə azan verir, biri bu tərəfdə iqamə verir. Nədən? Bir yerdəyik də əhl-i sünnət cəmaatı olaraq ayrıblar ki, burada 350 nəfər o xeymənin içərisində qalmalıdırlar. Bunu bilirlər, qardaşlar, burada da olanlar var, böyle bilirlər belə. Yaraşar mı bizə onu etmək? Təsəvvür ki, burada deyib, bu məsciddə burada belə, birisi Araz mənim arxasında qılacaq, birisi mənim arxamda qılacaqsın, birisi Sənan mənim arxasında qılacaqsın belə ki, yox, mən bu mənim əxi, bu qardaş, bu filan kəs, bu nəmlə, bu mənim dostumdur, mən bununla gələm, nə olsun sən onunla gəlmirsən? Mənə görə də gələ bura məscidə gələn var, Araz mənimə görə də gələn var burada məscidə, Sənan mənimə görə gələnlər də orada var. Şimdi burada ayraq ki, burada belə namazda belə, nəticə nə olacaq? Bunları deməkdə, qardaşlar, vallahi, billahi bir, yəni nədir? Məqsədimiz o barışığı, gözəlliyi, yəni bəzi qardaşlar var, görürəm, çıxırlar, danışırlar, deyirlər belə, onların arxasından gedən qardaşlar da var. Bu rayonlara gedəndə də hiss olunur. Görürsən ki, filan qardaş gəlir, bunun dəstəsi toplaşıb. Qardaş, biz bu islahları elədik də, şəhidlər verə-verə, qan tökə-tökə, əziyyətlər çəkə-çəkə, çörək o növbəsinə dayanaraq, nə bilim, nələr növbəsinə dayanaraq, o əziyyətləri 90-cı ildə çəkə-çəkə bunları aradan qaldırmışıq. Günlə pis, yaxşı, əlhəmdülillah, gözəl bir islah şəraitdə yaşayırıq. İndi onlar qalıb arxada, başlamışıq burada bir-birimizi parçalamaq, bölünmək filan, alimlərimizə söz atata, laf atata bunları bölünmək. Ona görə siz cəmaatda da o qulaq asdıqlarınızı da biraz diqqətlə qulaq asın. Və deyin ki, alimlərlə işiniz olmasın. Gözəllik danışa bilsəsə, gözəllik danış. Zamanəyə görə, dövrünüzə görə nəsə bir şeylər tətbiq eləmək istəsə, amma demə ki, o alim qələt edib, səhv edib. O alim dövrünə görə fətvanı vermişdi. O alim dövrünə görə o əqidə məsələsindən ictihad eləmişdi. Onun dövrünə görə o məsələlərdə hökmlər vermişdi. Bu gündən dövr dəyişilib, zamanı dəyişilib. Sən bu günlərin nəsə ictihad elə bilərsən, bu fətva komissiyasının alimlərin rəylərini götür verə bilərsən, deyə bilərsən, de. Amma alçatmadan, təhqir etmədən, onun ünvanına söz atmadan, onlar sənin qiyamət günü yaxanda yapışacaqlar ki, mən bu ümmət üçün bunları etmişəm, sən də etmişsən, bu ümməti parçalayırsan.